Salam uşaqlar. Bugünkü mövzu 1840-cı il 10 aprel İnzibati Məhkəmə İslahatı haqqında layihədir, qərardır. Baxaq görək nə üçün keçirilmişdi. Birinci növbədə ona görə Rusiya Komendant Üsul İdarəsini ləğv etdi. Qafqazda dəyişikliklər həyata keçirdi ki, çünki 1830-cu illərdə üsyanlar baş vermişdi. Xalq çıxışlarına yol verməmək üçün, əhalinin narazılıqlarını azaltmaq üçün, Cənubi Qafqazda özlərinin hakimiyyətini möhkəmləndirmək üçün, iqtisadi siyasəti həyata keçirmək üçün, təbii ehtiyatların mənimsənilməsində komendant idarəçisinin ləngitməsi, dövlət xəzinəsinə xeyli ziyan vurması səbəbi ilə, eyni zamanda çarizmin hökmranlığı möhkəmləndirməsi üçün cəhd elədi ki, yeni bir sistem yaratsın. Belə çıxır ki, komendantlıq əslində yetərincə istismara imkan vermirdi. Buna görə də dəyişmək qərarına gəldi. Məqsədlər nə idi? Məqsədlər ondan ibarət idi ki, müstəmləkə rejimi daha da möhkəmləndirilsin. İdarəçi sistemi imperiya sisteminə uyğunlaşdırıla bilsin. İndi baxaq görək, 40-cı il 10 aprel İnzibati İslahatında Cənubi Qafqazda İnzibati İdarəetmə quruluşunda hansı dəyişikliklər edildi? Bilirsiniz ki, Çar Rusiyası işğaldan başlayaraq 1804-cü ildən etibarən komendantlıq sistemi qurdu, hərbi feodal səciyyəvi daşıyırdı. Ancaq zamanla bayaq dediyim səbəblərdən dəyişmək labüd oldu. 1840-10 apreldə komendantlıq ləğv edildi. Əvəzinə Cənubi Qafqaz, Ümumrusiya inzibati ərazi bölgəsinə uyğunlaşdırıldı. Yəni Rusiyadakı kimi bizdə də quberniya, qəza sahə, yəni nahiyə inzibati bölgüsü və onunla da bərabər ona uyğun məhkəmə sistemi yaradıldı. Yəni quberniyanın vilayət qəzalara ayrıldı. Qəzaların tərkibində nahiyələr yaradılır. Bunların çoxsu keçmiş mahallara uyğun gələn ərazilər idi. Ümumilikdə Cənubi Qafqazı inzibati cəhətdən böləcəklər iki hissəyə. Birinci olacaq Xəzər vilayəti, mərkəzi Şamaxı şəhəri. İkinci hissə olacaq Gürcüstan İmeretiya quberniyası, onun da mərkəzi Tiflis şəhəri. 1828-ci ildə yaradılan Erməni vilayəti 40-10 aprel qanunu ilə ləğv edildi. Yerində İrəvanla Naxçıvan qəzaları yaradıldı. Bəy ağalar bütün idarəçilikdən uzaqlaşdırıldılar. İdarəetmə orqanlarına xristian məmurlar təyin olundu. Nahiyələrin sayı, sahələri Çar tərəfindən, Çarın hakimiyyət orqanları tərəfindən təsdiq olunurdu. Əhalinin milli tərkibidir, iqtisadi özünə məxsusluqdur. Yəni bunlar heç biri nəzərə alınmırdı. Birbaşa müstəmləkə sistemini daha da möhkəmlətməyə yönəlmiş qərarlar idi. Təbii ki, bu bölgədə bizim ərazi bütövlüyümüz pozuldu. Məsələn, Xəzər vilayətinin qəzaları Quba, Şamaxı, Şəki, Bakı, Dərbənd, Lənkəran, Qarabağ, Gürcüstan İmeretiya bizim ərazilərimizdən Yelizavetpol, İrəvan, Naxçıvan, Car-Balakən dairəsi verildi. Burada rahat əzbərləmək üçün Gürcüstan İmeretiya quberniyasının tərkibini bilək əsas İrəvan, Yelizavetpol, Naxçıvan, Car-Balakən dairəsi, yerdə qalan Azərbaycan torpaqları verildi Xəzər vilayətinin tərkibinə. Beləliklə, bizim ərazi bütövlüyümüz pozulmuş oldu, dediyimiz kimi. Qanun iki tərəfdən ibarət olmuş oldu, inzibati hissə və bir də ki, onun məhkəmə hissəsi. İnzibati hissədə komendant vəzifəsi ləğv olundu, beləliklə əyalət inzibati bölgüsü ləğv olundu. Çünki bilirsiniz, əyalətləri komendantlar idarə edirdi. Mahal naib vəzifəsi ləğv olundu, beləliklə mahal inzibati bölgüsü ləğv olundu. Əgər elədirsə, o zaman əyalət yoxdursa, onun məhkəməsi mövcud ola bilməz. Hansı inzibati bölgü varsa, məhkəmə sistemi ona uyğun qurulacaq. Beləliklə, 1840-cı ildə 10 apreldə məhkəmə islahatı keçirilir. Ərazi inzibati bölgüsünə uyğun olaraq quberniya, vilayət, qəza məhkəmələri yaradıldı. Bunun məhkəmələrin müsbət işi bundan idi ki, mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv edildi. Sonra qəza məhkəməsi hakimlərdən, iclasçılardan ibarətdir. İclasçılar vergi verənlər təbəqə tərəfindən seçilir, yəni o təbəqələrdən seçilirdi. Bütün kargüzarlıq işləri, məhkəmə iclasları rus dilində idi, imperiya qanunları əsasında aparılırdı. Bu təbiidir, çünki Azərbaycan Rusiyanın tərkibində idi və dövlət dili də rus dili idi. Bu səbəbdən bizdə bütün idarələr olduğu kimi eyni formada məhkəmələr də təbii ki, rus dilində aparılırdı. Şeriət məhkəmələri saxlanıldı, amma onlarda cəmi 3 məsələ, kəbin, talaq və rəsəli məsələlərinə baxıla bilərdi. Yerli adət-ənənələrini bilmirdilər.
Dilimizi başa düşmürdülər və Rus hakimləri məhkəmə işlərini aparırdılar. Təbii ki, əhalinin narazılığına səbəb olurdu. Məhkəmə sisteminə inamsızlıq yaradırdı. Buna görə də əhali bütün mülki hüquqi mübahisələrə görə şəriət məhkəmələrini üst tutmağa başlayır. Yəni əsasən şəriət məhkəmələrini üst tuturdu. Baxaq görək bütün bunların nəticəsi nə oldu? Ümumiyyətlə bu həm 40-cı il 10 aprel inzibati və məhkəmə islahatının nəticəsi olaraq bəy və ağaların hüquq imtiyazları əllərindən alındı. Çarizm onlara etibar etmədiyinə görə, çünki 30-cu il isyanlarında yadınızdadırsa Azərbaycan bəy və ağaları idi rəhbərlik edən. Bu səbəbdən çarizm onlara etibar etmədi və bütün idarə işlərinə uzaqlaşdırıldı. Yerinə Rus və digər xristian məmurlar təyin edildi. Paytaxtda yerləşən nazirliklərə tabe edildi bu yerdə oturan idarə edənlər. Əhalinin bütün təbəqələrində narazılıq yarandı. Bəy ağaların idarə işlərinə uzaqlaşdırılması 40-cı il 10 aprel islahatının uğursuzluqla nəticələnməsinin əsas səbəbidir. Yəni uğursuz götürdük bu islahat ümumilikdə.